Salam hörmətli YouTube və TikTok izləyicilərim. Sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində Məsəti qəsəbəsində, yəni Seviş qəsəbəsində 4 sot torpaqda bir böyük salın, eyni zamanda 2 böyük otaq olan, bax qarşıda gördüyünüz belə bir həyət evi satılır. Hal-hazırda mən zalımda yerləşirəm. Zalın uzunluğu 9, eni 5 metrdir. Deməli, mətbəx mebeli evdə qalır, hündürdür. Bax bu cürdür. Deməli, zala daxil olmaq üçün pilləkənlərdən qalxmaq lazımdır. Bax, belə bir həyət evinin qiyməti 60 min manatdır. Ancaq mənə deyilənə görə qiymətində razılaşma olmalıdır. İndi isə mən sizə zalını göstərirəm. Zalın uzunluğu 9, eni isə 4,5-dır. Polu taxtadır. Otaqların ölçüsü 2 qat kubiklə hörülüb. Baxın, bunu görmək mümkündür. Hətta evin içərisində bu cürdür. İndi isə mən sizə otaqlardan birini göstərirəm. Buranın ölçüsü 4-ün 4-dədir. Bax, belə bir həyət evinin qiyməti 60 min manatdır. Mənə deyilənə görə qiymətində mütləq razılaşma olmalıdır. İndi isə ən böyük otağı göstərirəm. Buranın ölçüsü 5-in 4-dədir. Sənədi ilkin sənəddir, bələdiyyə torpağıdır. Arxı var, aşı var. Hal-hazırda bilirsiniz ki, ilkin sənəd ilə ancaq deməli etibarnamə yolu ilə satılır. Yenidən mən sizə mətbəğini göstərirəm. Bax, bu cür böyükdür. Dediyim kimi 9-un 5-ədir. Deməli, bu həyət evi harada yerləşir? Seviş qəsəbəsində. Deməli, bax, bu küçənin aşağı tərəfindən 16 nömrəli Bakı Buz, yuxarıdan isə 11 nömrəli marşrut işləyir. İndi bax, mən sizə belə bir söz deyim. Deməli, bu torpaq sayısı pafaktur 4 sotdan çoxdur. Çünki mən sizə deyim, bu dəqiqə nəyə görə? Bax, bu gördüyünüz ərazi deməli, bu torpaq sayısına aiddir. Ancaq pafaktur 4 sotdan çoxdur. Sənəddə 4 sotdur. Çünki bax, bu gördüyünüz durbadan düzünə, beləsinə, bax, sol tərəfə rolunu 4 sotdur. Darvaza olan isə deməli 4 sotdan bir balaca çox alınır. Bax, buradan barı çəkilməlidir. Ev sahibi tərəfindən bu cür söz deyildi. Barı ev sahibi tərəfindən çəkilir. Bax, belə bir həyət evinin qiyməti 60 min manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Qarşıda bağçasını görürsünüz. Təxminən 20-dən çox ağac növü var. Yenidən mən sizə bax, bağçasını göstərirəm. Bildiyiniz kimi, yəni bax, hal-hazırda burada yaşayış var. İşıq, qaz, su xətləri var. Su şöçkünü gördüm mən. Burası deməli istilisem 2 minutkadır. Yenidən mən sizə bağçasını göstərirəm. Dediyim kimi 20-dən çox ağac növü var. Bax, belə bir həyət evinin qiyməti 60 min manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Bura hamamıdır. Bax, bu cürdür. Necə görürsünüz? Burası həmin zonadır. Bura razzivalkadır. 2 tonluq su bakı var. Gəncə şəhərində Məsəti qəsəbəsində, yəni Seviş qəsəbəsində yerləşir. 4 sotdur. Qiyməti 60 min manatdır. Qiymətində mən bildiyimə görə razılaşma olmalıdır. Bax, belə. Sizlərə uğurlar.